Bakıda mövcud küçə parklama yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb. Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 2 ünvanda minib düşmə yerləri təşkil olunub. Söhbət konkret hansı küçələrdən gedir? Əməkdaşımız Zeynəb Nadirova xəbər verəcək. Salam Zeynəb, buyur, sən işlək. Gülşən, hər vaxtın xeyir olsun. Bəli, Yerüstü Nəqliyyat Agentliyi bu istiqamətdə bir sıra işlər görür. Minib düşmə yerləri, eyni zamanda durmaq qadağandır işarəsi olan yerlər və bəziləri avtobus zolaqlarında, bəziləri isə maşınların, avtomobillərin parklanma zonalarında və bunlardan biri də olduğumuz ərazidir. Söhbət təbii ki, Gömrük Hospitalının qarşısından gedir. Hazırda həmin ərazi ilə bağlı görüntüləri təqdim edirik. İki ərazidə bundan əlavə digər istiqamət isə qeyd edək ki, Nəsrəddin Tusi adına klinikadır və Həsən bəy Zərdabi, Kazım Kazımzadə küçələrini əhatə eləyir. Mövcud parklama yerlərinin bir hissəsi ləğv olunur və bununla da yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün şərait yaradılır əlavə, yəni dayanmaları, yəni taksilərin onları düşürmələri üçün. Qeyd edək ki, Nəsrəddin Tusi adına klinikanın və Mərkəzi Gömrük Hospitalının qarşısında 3:28 durmaq qadağandır. Yol nişanı quraşdırılaraq minib düşmə yerləri təşkil olunub. Hazırda operatorumuz da o görüntünü sizə təqdim etdi. Taksi yazısı və avtomobil işarəsi olan nişandırsa, parklama məntəqəsində artıq sürücülər bilməlidir ki, yəni taksi sürücüləri burada durmaq qadağandır, amma minib düşmə yeri kimi təyin olunub. Ona görə də sərnişini düşürüb tez bir zamanda yollarına davam etməlidirlər. Hər iki ünvanda 5-14, yəni minik taksilərinin duracaq yeri, yol nişanları da yerləşdirilib ki, taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb və bu artıq taksi sürücüləri üçün sırf parklama yerində salınan 4-cü belə məntəqədir. Bundan əlavə avtobus zolaqlarında da bu şərait yaradılır ki, onların sayı 16-dır. İlk olaraq Neftçilər xəstəxanasının önündən başlamışdı bu minib düşmə yerləri avtobus zolağı istiqamətində. Və Yerüstü Nəqliyyat Agentliyi deyir ki, belə əraziləri vurğulayır ki, belə əraziləri daha çox genişləndirirlər, artırırlar ki, həm tibb müəssisələrinə gələn vətəndaşların rahatlığı təmin olunsun, eyni zamanda da hər kəs cərimə almasın və öz işini rahat, belə deyək, həyata keçirə bilsin taksi sürücüləri.